Bugün White Fitness'dəyik. Zalın girişi kart sistemidir. İkinci bölmədə çeşidlilik biraz çoxdur. Alın özüm sən harda istəyirəm. Sıx. Amma yəni sorun yoxdur. Təşkiləri yerinə qoyun. Bura qədər bütün bağlantıları hiss edirəm. Hamısı. İstədiyin nöqtə bax, buradır. Mənim növbəmdir. Olmasın da. Hamıya salam dostlar, mən Vasif. Yeni TV videosuna xoş gəlmisiniz. Bugün Ağşəhərdə yerləşən White Fitness salondayıq. Zalı qısaca sizlərlə tanış edeyim. Bu isə həmişəki qaydada olduğu kimi məşqdən sonra istifadə edə biləcəyiniz supplementlərdir. Protein, kreatin, geynerlərdəndir. Gedək zala, gəl. Zalın girişi kart sistemidir. Zalda etap-etap hissələrə bölünübdür. Bu hissə demək olar təmiz kardio hissəsidir. Burada beqaboylar var, lojlar var, velosipedlər var. Çeşid-çeşid istifadə edə biləcəyiniz. Məşqdən sonra kardiolar istifadə edə bilərsiniz. İkinci bölmədə çeşidlilik biraz çoxdur. Burada məsələn qolarxası aparatı var. Belə qısaca göstərsəm sizin üçün. Çəkləri arxa hissəyə taxılır. Burada isə oturur bu vəziyyətdə. Qolarxasını işləyə bilərsiniz. Triceps üçün. Bu bir növ brusu əvəz eləyir. Burada yenə sənin üstü var. Qolarxası üçün aparat var. Onu da digər videolarda göstərmişdim. Burada Packfly var. Həm çiyin arxası üçün, həm çiyinin qabağı üçün. Burada Scott Curl var. Çiyin aparatı var. Çiyinin yanları üçün. Bu formada işləyə biləcəyiniz. Burada turnikə edə bilməyənlər üçün turnik sistemi var. Kürək aparatları var. Yenə də fərqli bir kürək aparatı. Bunu məşq eləyəndə göstərəcəm sizə. Burada da yenə sinə var. Gəl. Üçüncü polyada burada tros var. Səhv eləmirəmsə bir dənə tros aparatı var idi. O da budur. Və həm aşağıdan işləmək olur, həm yuxarıdan işləmək olur. Yəni mexanik deyil, aşağı-yuxarı deyil. Burada daha bir kürək aparatı var. Burada da bir kürək aparatımız row var. Simit maşınlar var. Kürək üçün row var. Burada demək olar, bir də bu var. Qısa tros sistemi var. Burada istəsəz həm qol qabağı eləyə bilərsiniz, həm bunu işləyə bilərsiniz. Bu yaxşı bir şeydir. Bu məsələn fərqli gördüyüm aparat, fərqli gördüyüm sistemlərdən biridir və bu aşağı-yuxarı sistematik olaraq bu formada. Gedir, gəlir, hər insanın boyuna görə dəyişir. Burada qantel sistemi var. Düzdür, qantel sistemi biraz old school sistemdir. Bu ergimdə də çəkdiyimiz qantel sisteminə oxşuyur. Hər çəki var. Burada da ağır çəki sistemimiz maksimumumuz 50 kilodur. 50, 45 və daha neçə çəkilər var. Bir dənə də polyası var. Orada girək. Burada da qantellər var. Amma buradakı qantellər biraz aşağı çəki qantellərdir. 10 kilo, 15 kilo, 7 kilo yüngül çəkilər. Burada daha bir pres aparatı var. Məşqdən sonra pres eləməyiniz üçün. Bir də klassik yenə ən balaca çəkimiz 1 kilomuz var. Gəl. Burada yenə bar sistemi var. T-bar row var. Normal barbell var. Hammer curl eləmək üçün barbelllər var. Burada barbell sistemi var. Demək olar gəzdiyimiz alanın hamısında da var. Burada da var. 10 kilo, 20 kilo, 25, 30, 35 və daha neçə çəkilər. Başqa zal genişdir. Düzdür, etap-etap bölünür. Demək olar 3 etapdan ibarətdir. Və hər etap aparatlarla doludur. Geniş aparat çeşidliyi var. Yəni inkişaf etmək üçün hər bir aparat var. Hər bir aparatdan istifadə edə bilərsiniz. Bir də burada bir sistem görmüşdüm. Bura gəl. Bir də burada həm kürək üçün, həm qol üçün, həm çiyin üçün eləyə biləcəyiniz tutuş sistemləri var. Məsələn, bu var, bu tutuş. Kürək, qol arxası üçün eləyə bilərsiniz. Lat pulldanlar üçün geniş bar çeşidliyi var. Burada da geniş bar çeşidliyi var. Və mənim xoşuma gələn aparat var.
bu kürək üçün istifadə edə bilərsiniz. Başqa bildiyimiz Scott Curl var. Yenə də zal qəşəng zaldır. Zalda hər bir aparat var. Müasir, köhnə, biraz kompaktdır, belə deyək. Həm köhnə nəsil var, həm təzə nəsil var. İkisi birlikdə mikslənib qəşəng bir zal çıxıb ortalığa. Zalımız dediyimiz kimi Ağşəhərdə yerləşir, White Fitness. Zala gələ bilərsiniz, zalla tanış ola bilərsiniz. İnkişaf etmək üçün hər bir şərait var. Hər bir aparatura var. Hər bir qanter sistemi. Yəni, yoxdur demək olar. Müasir zaldır. Müasir zaldır. Müasir. Yəni, Ağşəhərdə yerləşən müasir zallardan biridir. Düzdür, digər zallarda gəzəcəyik, görəcəyik. Biz burada fərqli gördüyüm bir iki dənə aparat var. Onları yoxlamaq istəyirik. Biri qol üçün idi, biri də kürək üçün bu aparat var, onu yoxlayacağıq. Yoxlayacaq demişkən gedək yoxlayaq. Gəl. Zalda gördüyüm fərqli bir aparat. Belə fərazi olaraq göstərim. Trosta vurduğumuz plover hərəkəti var iplə. Çox adam onun duruşunu dura bilmir, duruşunda səhvlik var. Burada onun üçün eləyə biləcəyiniz bir aparat var. Kürəyi işlədən bir aparatdır. Tutuş bu vəziyyətdədir. Bu. Boyunuza görə geniş tutdunuz. Maksimum çəkirsiniz arxaya ki, kürəklər hiss olunsun. Kürək məşqindən sonra izolyasiya elə biləcəyiniz Qeyri-adi aparatlar. Qeyri-adi aparat. Qəşəng aparatlardan biridir. Bu da yenədirəm. O duruşunda problem olan adamlar üçün öyrənə biləcəyiniz qəşəng mexanik aparatlardan biridir. Dirsəyi oturur bura. Genişlik görə dəyişir adam. Biraz bırax. Hoppa, buradan sıx. Hoppa. Sıx. Yaxşıdır. Qəşəng aparat. Bəs mənim qolumda şey var ya, çox arxaya aparanda hə. O birisi aparat hansı deyirdin? Nə? O birisi də burada triceps gördüm. Bu. Nədir o? Triceps. Max 825 kiloya qədərdir. Brus vura bilməyənlər üçün triceps işlədə bilən qəşəng bir aparat sistemidir. Biz bunu Ercimdə də görmüşdük. Orada da var idi. Prosto bu daha yaxşıdır. Çünki Ercimdə yox, şeydə, Targetdə. Yasamalda. Hə. Bu. Bunu tək-tək də eləyə bilərsən. İstəsən cüt-cüt də eləyə bilərsən. Çəkiklik səndədir. Yoxla. Ben əslində baxdım buna. Çapa. Yaxşıdır. Əla. Sinə üçün girəcəyimiz çox aparat var. Sinənin üstü də var. Amma yenə də demişəm, hər məşqdə deyirəm, hər videoda deyirəm, sinənin üstü önəmlidir. Bench'ə girib özünüzü yoracağınıza bir də aparatların bir şey yaxşı var ki, burada dəstək olaraq var. Hop. Bu. 15 kilo qoya. Qoya bilərik, amma daşlarda göstəreyim. Daşlar da yenə qəşəng səliqəli, təmiz daşlardır. Intel Atletika. Hə? Intel Atletika. Intel Atletika. Davay. Bu aparatda işləyən bölgə bax, belə göstərim. Sənin bax bu hissəsidir. Dirsələri biraz içəri yığ, içəri. Ay, sol. Bax, sənin bax bu hissəsidir. Bax bura. Qəşəng. 8, 9, 10. 8 demişdim, 10 sıxdın. Zalı bəyəndin? Aura qəşəngdir. Aurası. Belə deyə də etap gedir. Yəni, birbaşa bütöv zal deyil. Zal elə bir ki, etap gedir və hər etapda hər zaman işləyə biləcəyiniz aparatlar var. Bir də məşqlərinizdə istirahətə önəm verin. Düzdür, bu elədiyiniz çəkilərdən çəkiyə dəyişir. Ağır çəki girirsinizsə və yaxud ağır hərəsə əzələ girirsinizsə, maksimum 1-2 dəqiqə arası. Amma yüngül çəki ilə işləyirsinizsə və yenə deyirəm, hərəkətdə dəyişir. 1 dəqiqə ideal istirahət vaxtıdır. Bir də məqsədə görə də dəyişir. Ola bilər, kardio eləyirsiniz, yağ yandırırsınız və yaxud hiperaktiv məşqlə eləyirsiniz. Onda istirahətdə 45 saniyəyə qədər düşə bilər. Orada əlbəttə ki, çəkilər də aşağı düşəcək. 100%. Davay. 7. Son 1. Sıx. Hoppa.
Mənim növbəmdir. Hə. Olmasın da. 5 5 4 3 Hoppa, bəsdir. 2. Əla. Xahiş edirəm. Məşqdən sonra təkləri yerinə qoyun. Məncə o hərəkəti neçə Onu videolarda yoxlayaq. çəkməmişik. Hə. Yoxlayaq bunu. Şey yapalım. Əsas sənin daha kameraman. Bunu istəsəz tək-tək də darta bilərsiniz. İstəsəz 2-2 də darta bilərsiniz. Onca Nə? 2 daha effekt olar. 2-2 yox. Bir daha yaxşı izolyasiya edə bilərsən. Kürəyi hiss edə bilərsən. Tək-tək. Çünki kontrollu şəkildə dartdın, kürəyin sıxıldı və kontrollu şəkildə də buraxırsan. Yadınızda qalsın. Kürək əzələsini nə qədər esnətsəz, yəni buraxsaz, bağlantı nöqtəsinə qədər, bir o qədər dartsaz, kürəyinizi çox yaxşı hiss edə bilərsiniz. Demirəm bura qədər dartın, bura qədər dartsaz qolunuzu hiss edərsiniz. Buraxdınız, bura qədər. Qolla kürək düz oldu, bəs edir. Gir. Ayaq bat qabağa. Hoppa. Tək-tək sıx. Tək-tək. Ya da 2-2 sıx. Fərqi yoxdur. Ay, so. İşlədiyi nöqtə bax. Burada. Bura. Hoppa. Bura qədər bütün bağlantıları hiss edirəm. Hamısını. Hamısı. Yəni, hamısını. Çəkə açıqsa qalsın. 5 artıra bilərik. Sən artır. Bir yadınızda qalsın. Kürək məşqi ağır hərəkətləri sevir. Ağrı sevir. Nə qədər çox qaldıra bilsəz, çox dediyim nədir? Edə bildiyiniz çəkini, ən azından öz çəkinizi kürəkdə eləyə bilsəz, kürəyi maksimum inkişaf etdirə bilərsiniz. Düzdür, səviyyə artdıqca gücünüz və kütləniz artacaq, əzəl kütləsi artacaq və elədiyiniz çəkilər də artacaq. Ona görə kürək və ayaq əzəlləri, bu ikisini yadınızda saxlayın. İkisi də ağır hərəkətləri sevir və ağır çəkiləri sevir. Minimum 6-8 təkrar aralığında ayaqla kürəyə işləməyə önəm verin. Yenə də kontrol edə biləcəyiniz çəkilərdən söhbət gedir. Yəni keyfiyyətsiz eləməyin heç bir mənası yoxdur. Kürək. Güncəlində zor gələ bilərsən. Burası mən danışam deyə təngə nəfəs alıram. Mən ayaq eləyir. Səncə hal yoxdur da nəsə hərəkət edir. Məcbur deyirəm ki, gəl məşq eləyək burada. Təngə nəfəsəm deyə danışıram. Ayağı çox ölürsüz də. Ayaq da ağır əzələr də işləməyə sevir. Hərəkət eləyirlər. O günlər yazıq bizim yoldaşımızı da soxduz ayağa. Ayağı nə otura bilir, nə dura bilir. Nə otura bilir, nə dura bilir. Siyah, gir. 4 5 6 2 dənə. Birində geri 3 olsun. Da eləmişik. Hə, zala fikir verirsən. Nəyinə? Ha, şeydir. Avralılar bu sən, yəni şeydir. Adam özün bilsən harda istəyir. Aşağıdasan. Aşağıdasan. Aliqahın zaldasan. Və şey edirsən, məşq edirsən. O da zaldır da belə. Ama yok şeydir, taban yüksəkdir. Bu məsələn indiyə qədər gəzdiyim zallardan bir bura xoşuma gəldi. Bir axırıncı getdiyimiz DJI Fitness, bir də HDRF kompleks xoşuma gəldi. DJI Fitness, Düzdür, kompakt idi, biraz yığcam idi, amma aparatur olaraq qəşəng idi. Amma orada bir şey fikir verdim ki, üst bədəndən çox alt bədən daha çox önəmlidir orada. Ora gələn müştərilərin çoxsu xanımlardır deyə. Orada da şey qadın həftəsi, burada qadın həftəsi yoxdur, amma oturda zaldır. Ümumi zaldır da yəni. Ümumi zaldır. Ümumi zaldır. Amma orada var idi. Bir dənə əksilik mən gördüm. Trosun bir dənə olmasıdır. Düzdür, bir dənə kompakt tros var, bir də normal tros var. Amma ən azından bir dənə də əlavə tros olsaydı, propkanı biraz azaldardı. İndi düzdür, axşam baxımında nə qədər zal sakit zaldır amma. Üstün olar. Çox məncə adam olmaz. Olar. Başlı olmaz. Olar. Həm vaxtına gəlirsə problem olmaz məncə. Amma yenə də avadanlıq çeşidi çoxdur. Gir. Bu Prime Fitness-də də var idi. Harda? Prime Fitness-də. Sən yaxıydın onda, mən özüm gedmişdim. Hə, gedmişsən. Və bu ondan daha qəşəngdir. Yəni hər adamın girə biləcəyi səviyyədədir. O biraz geniş idi. Yəni boyu hündür olan adamlar üçün ideal idi. Amma orta boy adamlar üçün bu daha superdir. Gir yoxla.
Necə gedir? Biraz qabağa get, yat arxaya. Yat arxaya. Ay, sol. Bax, təmiz işləyəcək bölgə bura gəl. Bax, çiynin yanlarıdır bu hissə. Və çiynin yanları da çiyini böyük və estetik göstərir. Yəni, şkaf söhbəti. Çox geniş görsənirsiniz. Çiynin yanları böyük olub da. Əlbəttə ki, bunun qabağı ilə də arxasını dəstəkləyirsən ki, daha böyük görsənəsən. Çiyin haqqında qısa bir şey deyim, hazır çiyin eləmişkən. Zala girirlər, 2 dənə, 3 dənə pres hərəkətləri eləyirlər. Ya qanterlə çıxır, aparatla çıxır. Yəni, bunların hamısına ehtiyac yoxdur. Bir dənə hərəkət seç, pres, qabaq üçün. Ya qanter sıx, ya aparat sıx. Bir dənə yana açış və bir dənə çiyin arxası ilə çiyin məşqini polnu təzyiq verib yekunlaşdıra bilərsən. Və bu eləyəcəyin 3 hərəkət sənin maksimum inkişafı aparacaq. Elədiyin artıq setlər, artıq hərəkətlər səni geri aparar, qabağa aparmaz. Ona görə məşqlərinizə fikir verin və düzgün məşq etməyə çalışın. Все. Zalı gördünüz. Biz zalı bəyəndik. Zal bizdən 5 üstündən 5 alır. Yenə də burada edə biləcəyiniz hər bir aparat var. İnkişaf etmək üçün hər bir aparat var. Qeydanızda saxlayın. İnkişaf etmək üçün zal önəmli deyil. İnkişaf etmək üçün önəmli olan şey birinci bilgidir, ikinci disiplindir. Bilgisiz necə məşq eləyərsən və bilgisiz necə qidalanarsan, disiplin də o deməkdir ki, disiplin olmasa nə məşqə gələ bilərsən, nə vaxt-vaxtına yata bilərsən, nə dura bilərsən, nə də inkişaf edə bilərsən. Ona görə bunların hamısını bir yerdə harmanlayıb həyatına yeritməlisən. Xəyimzalı bəyəndin? Qəşəng zaldır. Çox bəyəndim. Yəni Ağşəhərdə gəzdiyimiz birinci zaldır. İnşallah Ağşəhərdə olan növbəti zallarda gəzəcəyik. Qarşıda yaxın növbəti zallar var, onlar gedəcəyik inşallah. Videonu bəyəndinizsə abunə olmağı unutmayın. Fikirlərinizi rəy bölməsində yazarsınız. Getməyinizi istədiyimiz zal varsa, onu da kommentlərdə bizimlə bölüşərsiniz. Sağ olun, salamat qalın. Məşq eləyin, məşqsiz qalmayın. Hər kəsə uğurlar.